Hörmətli Sabiqə xanım, hörmətli həmkarlar, bax, mən bir supermarketlər şəbəkəsində, hələ bu çox da geniş yayılmış bir supermarketlər şəbəkəsi deyil, mən ad çəkmək istəmirəm. Onun mühafizə xidmətində çalışan, demək, bir nəfərin mənə verdiyi, çox inandığım, etibarlı bir adamın, bunu hər kəs dəqiqləşdir və verdiyi məlumata görə, demək, kiçik supermarketlərdə gündə 5 dənə oğurluq hadisəsi baş verir. Böyük supermarketlərdə isə bunların sayı 10-dan 15-ə qədərdir. Və oğurluq, əgər 10 oğurluq hadisəsi baş veribsə, bunun 7-si qadınlar tərəfindən törədilir və ən dəhşətlisi də odur ki, bu oğurlanan məhsulları da hətta mən ora qədər öyrənmişəm ki, nə oğurluyurlar adətən və bunlar qadınların oğurladığı bir qayda olaraq demək, yağ və ət məhsullardır. Bayaq günün birinci iclasımıza başlayanda hörmətli Zahid müəllim dedi ki, bu cinayətkarlıq həm də sosial fenomen deyəsində, sosial fenomen yox, sosial bəladır. Bir çox hallarda bu sosial vəziyyətlə birbaşa əlaqəlidir. Məndə olan məlumatlara görə, yəqin ki, burada hər kəs bunu aydınlaşdıra bilər. Daxili İşlər Nazirliyinin müstəntiqlərinin iş yükü, prokurorluğun müstəntiqlərinin iş yükündən dəfələrlə artıqdır. Mən sayı hesabı ilə demirəm. İndi siz nəzərə alın ki, onların iş yükü nə qədər artacaq. Ona görə mən hesab edirəm ki, bu tipli dəyişikliklər zamanı mütləq müvafiq dövlət orqanlarından araçlar alınmalıdır. Həmin müstəntiqlər, bu işin öhdəsindən gələ biləcəklərmi? Mən hesab edirəm ki, yox, gələ bilməyəcəklər. Ona görə də bu barədə biz düşünmək lazımdır ki, bunu böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarıb az ağır cinayətlər kateqoriyasına daxil eləməyimiz indiki mərhələdə bizə nə verəcək? Mən yeri gəlmişkən deyim ki, bax, bu illəri keçən ay xüsusilə də inflyasiyanın miqdarı olub 6,3%, bütün hökumətin proqnozlarından xeyli artıq. Ərzaq məhsulları üzrə isə olub 7,6%. 2023-cü ildə əgər 4 nəfərlik bir ailənin ərzaq xərcləri 642 manat edirsə, indi bu 1010 manat təşkil edir. Bunu biz hər birimiz mütləq nəzərə almalıyıq bu qanunlara səs verəndə, qəbul eləyəndə. Və yeri gəlmişkən onu da deyim ki, bunu da mən ədalət naminə söyləyirəm, hörmətli sədr. Yəni, Daxili İşlər Nazirliyi müstəntiqləri prokurorluğun müstəntiqlərindən 2 dəfədən artıq az maaş alırlar. Baxmayaraq ki, iş yükü 2-3 dəfə artıqdır, bəlkə də hələ daha çox. Ona görə mən bunu söyləmirəm ki, niyə prokurorluq orqanlarında əmək haqqı yüksəkdir. Əslində hesab edirəm, onların da əmək haqqlarının artırılmasına ehtiyac var. Amma ədalət naminə bunu söyləyirəm ki, yəni biz bu barədə ciddi düşünməliyik və elə prokurorluğun adını çəkdim, yeri gəlmişkən mən bu günləri xalqımıza qarşı böyük, ağır insani cinayətlər törətmiş erməni separatçıları və erməni faşistləri üzərində məhkəmə prosesi gedir. Özüm zamanında prokurorluq orqanlarında işləmişəm və bilirəm ki, bu çox epizodlu və mürəkkəb bir cinayət işidir və minlərlə şahid ifadələri, zərər çəkənlər, maddi sübutlar, bunları ümumiləşdirmək, dövlət ittihamı elan etmək həqiqətən çox ağır və məsuliyyətli bir işdir. Bu işin öhdəsindən bizim Respublika Prokurorluğu uğurla gəlib, mən onlara da buna görə öz minnətdarlığımı bildirirəm, amma hesab edirəm ki, bizim müvafiq komitə, müvafiq dövlət orqanları ilə dediyim bu məsələni düşünməlidir. Mən digər bütün məsələlərə səs verirəm, amma bu oğurluq məsələsində cəzanın artırılmasının əleyhinə həm diqqətinizə görə sağ olun.